Axşamınız xeyir müəllimə, xoş gördük. Axşamınız xeyirli olsun. Ümumiyyətlə Gardner öz nəzəriyyəsində nə demək istəyirdi? Gardnerin nəzəriyyəsinin məğzi nədir? Məqsədi nədir bu nəzəriyyənin? Demək, Gardner nəzəriyyəsində burada əsasən fərdin unikal qabiliyyətləri, bir də onun intellektual bacarıqların hansı formada həyata keçirə biləcəyi, hansı formada nümayiş etdirəcəyi bunları özündə müəyyən edir. Ondakı hansı öyrənmənin hansı qabiliyyətləri var, hansı yolla edir, onları həyata keçirməyi öyrənir. Sizcə müəllim Gardner nəzəriyyəsinə əməl edirsə, yəni şagirdin o intellektinin müxtəlifliyini nəzərə alırsa, intellekt növlərini nəzərə alırsa, hər birinə fərdi yanaşırsa, hansı pedaqoji tələbə əməl etmiş olur? Bərabər imkanlar. Bəli, bərabər imkanlara əməl etmiş olacaq. Yaxşı, bizə danışın məkan vizual intellekt haqqında hansı xüsusiyyətlər var? Ümumiyyətlə bu intellektə malik şəxslər hansı sənət sahibi olurlar? Burada əsasən bunlar incəsənətə daha çox maraq göstərirlər. Bunlar təsvir edirlər, şəkillər çəkirlər, estimlər çəkirlər, dizayn edirlər. Bunlar şəkli daha çox duyur, rəngləri anlayır, muzeylərə gedirlər, ekskursiyaya gedirlər. O beyinlərində o gördükləri hər şeyi canlandırmağa çalışırlar da onlardan. Ancaq belə rəsmlərlə daha çox, incəsənət rəsmlə daha çox maraqlanırlar. Bir də bu şəxslərdə məkanın yerini yadda saxlamaq, göz yaddaşı güclü olur. Yəni vizual göz yaddaşıdır. Yəni hər hansı bir tutaq ki, hadisəni danışanda onu gözləri qarşısına vizuallaşdırırlar, yəni canlandırırlar. Elə deyilmi? Yəni ona görə də bunlarda misal üçün bax hər hansı bir test işləyirsiniz, həmən o testi nə zaman harda işlədiyiniz, variantın hansı oldu, bir anlıq gözümüzün qarşısına gəlir, canlandırırıq. Və yaxud hər hansı bir hadisəni danışanda biz bəzən olur ki, o hadisəni nə edirik? Gözümüzün qarşısına canlandıraraq danışırıq. Ona görə də məkan vizualda deyirik ki, daha çox göz yaddaşına, vizualizasiyaya əsaslanır və təbii ki, burada şagirdlər, misal üçün elə şagird var ki, görürsən ki, kitabını rəngləyir. Yəni öyrənəndə rəngləyərək öyrənir. Yəni rənglərlə daha yaxşı yadında qalır. Məntiqi riyazi intellekt haqqında danışaq. Burada da daha çox riyaziyyat elmi sevirlər, rəqəmlərlə oynayırlar, hesablamalar aparırlar, məntiqləri sevirlər, tapmacalar, crosswordlar, puzzle'lar, sonra əşyaları qruplara ayırırlar, kateqoriyaya ayırırlar, kompüterlərlə işləyirlər, daha çox dəqiqliyə üstünlük verirlər. Bəli, tamam. Zaten üzərindədir məntiqi, riyazi ikisinin birgə inteqrasiyası. Naturalist şagirdlərin hansı xüsusiyyətləri olur? Bunlar deməli təbiəti daha çox sevirlər də, həm canlıları, həm cansızları. Məsələn, bitkilərlə maraqlanırlar, heyvanla maraqlanırlar, onların şəkillərini çəkirlər, gözünün önünə gətirirlər, onları təsəvvür edirlər. Bunlar daha çox, bu bütün fənlərdə, amma deyib bunu tətbiq eləmək olar da. Məsələn, ədəbiyyatda da olar, biologiyada da olar. Bəli. Əlaqələndirə bilirsən. Tamamilə doğrudur. Fərd-daxili intellektin hansı xüsusiyyətləri var? Bu problemli intellektdir. Çünki bu heç nəyi, heç kəslə nə problemin bölüşmək istəmir, nə sevincin bölüşmək istəmir. Niyə problemli olur ki? Başını aşağı salıb öz işini görür də, hə? Bölüşmürsə demək problem. Öz problemini həll edir də. Nə gözəl. O yaxşıdır, həmişə. O yaxşıdır. Öz yaradıcılığını izləyir, özün. Bəli. Ünsiyyəti sevmir. Bəli, ünsiyyəti sevmir. Bir var ki, bax, belə deyək də, bir insanın problemi var. Bir var özümüz həll edək, bir də var hamıya, yəni car çəkirsən ki, mənim bu problemim var, misal üçün deyirəm. Amma təbii ki, bu fərd-daxilinin mənfi xüsusiyyəti odur ki, bu uşaqlarda ünsiyyət, problem həll etmə, əməkdaşlıq, müzakirə kimi bacarıqlar, sosial bacarıqlar, həyatı bacarıqlar, bunlara biz yumşaq bacarıqlar da deyirik ki, bunlar kölgədə qalır. Elə deyilmi? Yəni ünsiyyət bacarığı bunlar. Biz bunları çalışmalıyıq ki, dialoqlara, müzakirələrə, debatlara cəlb edək ki, bu şagirdlərin ünsiyyət bacarığı, problem həll etmə bacarığı inkişaf etsin. Necə ki, sinifdə hər hansı bir müzakirəyə qoşula bilmirlər, onlar da real həyatda da bu cür problemlərlə rastlaşırlar. Ona görə deyirik ki, çalışmalıyıq ki, real həyatı, bacarıqları, sosial bacarıqları bu şagirdlərdə inkişaf. Təbii ki, öz məqsədlərini müəyyən edirlər, plan cızırlar, nəyi nə vaxt necə edəcəm, özləri öz problemlərini həll etməyə çalışırlar. Bu yaxşıdır.
Amma sosial bacarıqlarını da mütləq şəkildə nə etməliyik biz? İnkişaf etdirməliyik. Kinestetik haqqında danışaq. Kinestetik də burada əsasən elə bir ki, bədən dili ilə danışır da, bədən hissiyatları ilə düşünür, gimnastika ilə məşğul olur, idmana gedir, rəqsə gedir, işlərdən çox istifadə edir. Məsələn, sinifdə teatrlar keçirir, tamaşalar olur, rollu oyunlar olur. Elə bir ki, daimi hərəkətli olur da. Görürsən, bir də şagird oturur, məsələn, ayağını tərpədir, əlini tərpədir, dərs danışır, irəli geri gedir. Belə bir ki, bədəni hərəkətli olur daimi. Yəni bu müəllimlərdə də var, şagirdlərdə də var. Jest mimikalardan, yəni əl-qol hərəkətlərindən çox istifadə edirlər. Dərs izah edən zaman, danışan zaman jest mimikalara daha çox üstünlük verirlər. İşarələrlə işləmək, yəni əl hərəkətlərlə nəyisə işarə etməkdir, mimiklərdir, yəni əllərlə müxtəlif, yəni belə deyək də psixomotor hərəkətləri icra etməyi sevirlər və bu müəllimlərdə bu uşaqlardan daha çox fiziki tərbiyə müəllimi olur, idmançı olurlar, idmana daha çox meylli olurlar, çünki hərəkət psixomotor bacarıqları daha çox inkişaf etmiş olur. Əla. Əla, afərin xanım.